Salam, hər vaxtınız xeyir. Media Inform izləyiciləri, xəbərləri Gülşən Nizami qızının təqdimatında izləyirsiniz. Bugün sizlərə üzücü bir xəbəri verəcəyik. Media Inform onlayn televiziyasının kollektivi başdan bəylər müəllim olmaqla əziz dostumuz, qardaşımız, hətta kollektivin yaxın sirdaşı, ziyalı şəxsiyyət Hüşənov Şamil Əbdüllətif oğlunun səhhətində yaranmış ciddi xəstəlikdən vaxtsız vəfat etmişdir. Bu ağır itki ilə əlaqədar mərhumun oğlu Şəmsəddin müəllimə, ailə üzvlərinə, yaxınlarına vaxtsız vəfatı ilə əlaqədar dərin hüzünlə başsağlığı verir, Allahdan rəhmət diləyir. Qeyd edim ki, Zaqatala rayonunun yuxarı Çardaqlı kənd sakini mərhum Şamil Hüşənov uzun müddət seçki komissiyasının sədri vəzifəsində, baş mühasib vəzifəsində, sonra bələdiyyə sədri, bələdiyyə sədr müavini vəzifəsində çalışmışdır. Şamil Hüşənov həmişə ölkə prezidenti cənab İlham Əliyevin etimadını doğruldaraq dövlətimizə, xalqımıza şərəflə, sədaqətlə xidmət etmişdir. Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin. Ağır itkidir. Ruhu şad, məkanı cənnət olsun.